Esselamu aleykum değerli müşterilerimiz. 6 aydan yeni tayqa balımız gəlib. Tayqa meşələrindən toplanmış balımız gəlib. Balımızı təzə əldə etmişəm. Təzə götürmüşəm belə deyə kargodan. Baxın balımızın necə gözəl rəngi, qatılığı var. 6 ay tayqa meşəsində bitən çiçəklərdən, bitkilərdən toplanmış baldır. Baxın balın öz təbii rəngi formasıdır. 6 ay tayqa balı. Tayojnu miyot da deyirlər buna. Baxın necə gözəl balın rəngi, qatılığı var. Yeni gələn məhsulumuzdur. Tayojnu və ya tayqa balı. Balımız belə deyək nadir ballardandır. Çətin əldə olunan ballardandır. Və bismillah istəyirəm bir damcı dadına baxım. Bismillah. Elhamdülillah. Həqiqətən də gözəl balın qeyri-adi dadı var. Maraqlı dadı var. Almağa dəyər. Həm dadı xoşdur, həm də ki müalicəvi xüsusiyyətləri var. Belə ki, həm səhər yeməklərini istifadə edə bilərsiniz. Özünüz və ailəniz, uşaqlarınız. Və müalicəvi məqsədlə də gündə 2-3 dəfə südlə və ya su ilə, ilıq su ilə qarışdırıb içə bilərsiniz. Baxın, balın öz təbii rəngi formasıdır. Krem bal deyil. Belə ki, yəni bizim yerli ballardan fərqli olaraq Rusiya balları, Altay balları və bu tayqa balı bu cür olur. Qaldıqca qatılaşır. Buyurun sifariş verin. Balın bir bankası 1 kiloqrama yaxın çəkisi olacaq. Qiyməti isə 39 manat. Cəmi 2 konteynerdə balımız məhdud saydadır. Buyurun sifariş verin.